Hər kəsə salam. Bu gün sizlərlə birlikdə ekranda da gördüyünüz kimi past simple-ı keçirəcəyik. Past simple-ın birinci təsdiq, sonra sual, sonra inkar, bir də zaman zərfliklərini keçəcəyik. Gəlin, hazırlıqsa başlayaq. Çox adam, çox insan bu past simple-ın irregular verbində, bəziləri regular. Regular elə ən asandıdır. Burada bəzi şeyləri qeyd eləməmişəm. Bu arada qaydanı özüm yazmışam. Yəni elə bilərsiniz ki, başqa yerdən götürüb eləmişəm. Yox, sadəcə özüm eləmişəm. Hər şeyi özüm loru dildə, işte nənələrimizdir, loru dildə daha asan şəkildə izah etməyə çalışacağam. Past simple keçmiş zaman deməkdir. Gəlin nə yazmışıq ona baxaq. Past simple keçmiş zamanı bildirir və iki yerə bölünür. Qaydalı feillər, qaydasız feillər. Qaydalı feillər adından da görünür ki, qaydaya tabe edib. Qaydasız feillər adından görünür ki, qaydaya tabe deyil. Bu arada qaydalı feillər id şəkilçisi ilə, baxın bu edi. Dəqiqə indi yaxşı yazamıram. Bu edi şəkilçisi ilə düzəlir. Məsələn, play sözün köküdür. Bu keçmiş zamanda olacaq played, amma bu bütün sözlərə aid deyil. Olacaq played. Sadəcə ed şəkilçisini artıraraq eləyirik. Bu çox asandır. Biraz qaydasız feillər çətindir. Amma yenə də o qaydasız feillər sadəcə əzbərləmədir. Əgər əzbərləməniz yaxşı deyilsə, getdi də, yəni getdi. Qaydasız feillər adından görür ki, qaydaya tabe deyil. Ya kökündən dəyişir, ya söz olduğu kimi qalır. Məsələn, kat sözü elə olduğu kimi də keçmiş zamanda qalır, kat. Amma bir şey var ki, read sözü var bizim normalda oxumaq sözümüz. O ingiliscə read yazılır. Amma deyiləndə qırmızı var, red. Onun kimi deyilir. Amma indiki zamanda read uzadırıq. Read. Bildinizmi? Daha sonra past simple inkarını təsdiqi çox asandır. Sadəcə məsələn verməmişəm, amma o biri qaydalarda məsələn vermişəm. Ona da baxacaq. Past simple inkarda biz bilirik ki, adi cümlə inkar eləmək üçün do-dan istifadə edirik. Amma keçmiş zaman inkar eləyəndə do-dan yox, did-dən istifadə olunur. Lakin feilimiz əvvəlki, yəni simple anına keçir. Məsələn, I danced yesterday. Baxın, buradakı edi regular verbin şəkilçisidir. I didn't dance yesterday. Didn't-la düzəlir. Did üstəcən not olur ha. Yəni bunu da bilmirsinizsə, daha nə deyim də sizə. Notla düzəlir, didn't. Və dediyimiz kimi feilimiz əvvəlki halına keçir, olacaq dance. Yəni simple halına keçir. Daha sonra sual forması çox asandır, regular. Sadəcə irregular biraz dediyim kimi çətinlikdir. Sual formasında biz adi cümlə sualı keçirəndə do-nu əvvəl keçirirdik də. Məsələn, do you write your homework? Biz keçmiş zamanı suala keçirəndə isə yenə do-dan yox, did-dən istifadə olunur və feil əvvəlki halına keçirir. Məsələn, you wrote your homework. Did you write your homework? Buradakı wrote əslində irregular verbdir. Daha tapanmadım. O əvvəlki halına write olacaq. Və did-də əvvələ gəlmiş olacaq do kimi. Və bizim zaman zərfliklərimiz var. Yesterday dünən, a day, a deyib bu bir day. Mən yazanda baxmıram nə yazdığımı, sadəcə klaviaturaya baxıram. Ona görə biraz səhvliklər ola bilər. Buradan da üzr istəyirəm. Zaman zərflikləri, məsələn, yesterday dünən, a day of yesterday, istirağa gün deyirik, biz istirən onlar bizə gəldi. A day of yesterday, dünəndən əvvəlki gün də istirağa gün deyilir. Last-la olanlar last day, keçən deməkdir, baxın. Bunlar hamısı last-lar, hamısı keçən deməkdir. Keçən gün, last year, keçən il, last week, keçən həftə, last month, keçən ay. Yəni, keçənlər asandır. Last bilirik keçəndir. Bu sözləri də yəqin ki, birinci sinifdən bilirik. Yəni, bilməsək də öyrənmək məcburiyyətindəyik. Past simple qaydamız bu qədər idi. Bu regular
notdur da. Irregular artıq qayda ilə. Baxın, qaydaya tabe olmayan, qaydasız feillər qaydaya tabe olmayandır. Onu da ki, gələn dərslərdə bölə-bölə keçək ki, daha asan şəkildə olsun. Past simple-da çətinliyi olanlar şərhlər bölməsinə yazsın ki, çətinliyimiz var. Yəni, əgər bəyəndinizsə, past simple qaydasını bildikmi? Bilməsəkdə yenə videonun əvvələ çəkin, orada biləcəksiniz. Keçək indi yavaş-yavaş tapşırıqlara, past simple. Ümid eləyirəm ki, izahımı bəyəndiniz və başa da düşdünüz asan şəkildə. Yəni, artıq eləyə bildiyim qədərini eləyə bildim. İnşallah ki, bəyəndiniz. Sadəcə təsdiqi asandır. İnkarla sual bir-birinə oxşuyur. Sadəcə feillər əvvəlki halına keçir. Bir də diddən istifadə olunur. Sadəcə inkarda didin üstünə not gəlir. Onda ki, yadda saxlamaq çox da çətin bir şey deyil. Sual formasında da ki, did əvvələ gəlir. Zaman zərfliklərində mütləq əzbərləməliyik. Onsuz da asandır da. 6 dənə zərflik var. Çox asandır. İnşallah ki, bəyəndiniz. İndi keçək buna aid olan tapşırıqlara. Deməli. Burada tapşırıqlarımız var. Düzəltdim ekranı. Asan şəkildə eləyə bilək. Deməli, burada dərsimizə aid regular verblərə aid elədim. Regular verblərdən gəlin başlayaq. 10 dənədir. İkinci hissəsi artıq irregular, regular verbin qarşılığıdır. Amma biz bölmə keçiririk. Hələlik 10 dənə eləyək. Study. Baxın, buradakı study. Biz bir şey deyək ki, eydi artırırıq da onsuz da. Buradakı y, study'dəki study. Buradakı y, i'yə çevriləcək. Bu cəm şəkilçisi s artıran, s artıranda da həmişə study yox, studies oxuyurduq. Studies. İndi biz də burada e-d şəkilçisi artırırıq. Ay, ekranda artıq belə eləyə bilirəm. Nəysə, study olacaq. Studied. E-d şəkilçisi artırırıq. Play olacaq. Played. Daha sonra rob olacaq. Düşünün. Cümlə belə daha qəşəngdir. Düşündünüzmü? Rob. Nə yazırıq? E-d. Bəli, robbed. Daha sonra start olacaq. Started. Arrive. Bir şey də qeyd edeyim ki, axırı e ilə bitirsə biz e-d şəkilçisi artırırıq da. Bir dəqiqə. Biz e-d şəkilçisi artırırdıq da. Onda sözün kökü e ilə bitirsə, e-d-dəki e-ni silir. Çünki sözün kökündə var da. Sözün kökündəki e var. Ona görə e-d-dəki e-ni silirik, d-ni artırırıq. Yəni, arrive olacaq. Sözün kökünü yazırıq. Arrived. Bildinizmi? 2 dənə e olmayacaq. Daha sonra visit olacaq. Sözün kökünü yazaq. Visit. Nə olacaq? Evet, bəli. Visited. Daha sonra try. Narahat olmayın. Cümlələrdə tərcümə eləyəcəyim. Try olur. Y var. Tried. Y, i olur. Stop olacaq. Stopped. 2 dənə p olacaq. Hate olacaq. Sözün kökü e ilə bitib. Kökü yazdıq. Bir dənə d-ni. Bəli, bir dənə d-ni artırırıq. Enjoy olacaq. Sözün kökünü yazırıq. Hanı? Enjoy. E-d şəkilçisini artırıq. Bitdi. Bu çox asandır. Sadəcə 1-2 dənə qayda var. E-d artırırsan bir dənə y, i olur. Sözü kökü e ilə bitirsə bir dənə d-ni yazırsan. Bu qədər adi. Yəni çox asan. İndi keçək. Bir deyil, telefon dondu. Yoxlamalara. Yoxlayaq görək.
Biri səhvdir. Hansı səhvdir? Robot yox. Nə olacaq? Nə olacaq? Göstərmir axı. 2 dənə bu olacaq. Robot. Baxın, orada hərf səhvi var. 2 dənə bu olacaq. Hamısı düzdür. Bir dənə robotdakı 2 dənə bu olacaq. Baxın, burada da deyir qaydada. After y-dan sonra y silinir, i, d olur. Bildiniz mi? Aha. Burada da baxın, bir izah eləyir hamısı. Baxın, əslində 2 dənə bu olmalı. Biz bir dənə robot yazmışıq, amma 2 dənə bu olmalıdır. Robot. Aha. Bizim skorumuz 90%'dir. Sadəcə hərf səhvi var deyə 2 dənə bu olmalıdır. Bu da ki, biraz dağınıq fikirdir. Deməli, gəlin başlayaq. I studied all night yesterday. Mən bütün gecə öyrəndim. Dünən mən bütün gecə öyrəndim. Baxın, şey var. Zaman zərfliyi var. Yesterday. Gördünüz mü? Daha sonra we played poker after dinner. Poker burada oyunun adıdır. Deyir ki, yeməkdən sonra biz poker oynadıq. After escaping from prison, he robbed a bank. Burada olacaq ki, həbsxanadan qaçdıqdan sonra o bankı qarət etdi. Yəni robot qarət etmək deməkdir. He started playing chess at the age of 7. O chess, şahmat oynamağa 7 yaşında başladı. E-dir, yəni keçmiş zamanda D-dir şəkilçisi artıracaq. We arrived home very late. Biz evə çox gec çatdıq. We visited the Louvre while we were in Paris. Biz Paris'təki Louvre-la baş çəkdik. He tried to escape. O qaçmağa çalışdı. I stopped smoking when I was 30. Burada smoking daha çox siqaret çəkmək, tütün məhsulu deyək də biz. Mən tütün məhsulunu dayandırdım. 30 yaşında olanda siqaret çəkməyi dayandırıb. When I was a child, I hate fish. Mən uşaq olanda balıqdan nifrət edirdim. We really enjoyed the concert. Biz həqiqətən konsertdən çox həzz aldıq. Dostlar, YouTube kanalımda da gördüyünüz kimi, baxın, 51 baxış gəlib, amma bir adam belə bunun cavabını yazmayıb. Nəhayət, mən artıq videoda izah elədim. Artıq onu elə bir yeməyi eləmişəm, sadəcə onu boşqablara çəkməyə qalıb. Onu da ki, sizdən gözləyirəm. Deməli, inşallah ki, videomu bəyəndiniz. Həm də bu kanala abunə olmağı unutmayın. Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Bəyənməyi qətiyyən unutmayın. Və ən əsası isə bildirimləri açıq tutun. Əgər açıq tutmasanız, elə bir ki, biz videonu paylaşmışıq. 2 saat sonra biləcəksiniz ki, 2 saat yoxdur. Yəni, nə vaxt YouTube'a girsəz, o zaman biləcəksiniz ki, biz video paylaşmışıq. Amma bildirimləri açıq tutsaz, biz video paylaşan kimi sizə bildiriş gələcək və hansı videonu paylaşdığımızı sizə bildirəcək. Bunu da bilməyənlər üçün də deyim. Baxın, bu kanala abunə olmuşuq əslində. Sadəcə, baxın, buradan bildirimləri açmaq istəyirsinizsə. Gəlirsiniz bura, deaktivə basırsınız. Bildirişlərə icazə verinə basırsınız. Baxın, burada deyir, səssiz şəkildə mən deyəcəm. Səsli şəkildə də, baxın, kilit ekranına da bildirəcək. Həm də ki, nişanı üzərinə də verəcək. Mən nişana icazə verirəm hamısına. Baxın, zilin üstündə bu şəkil yoxdur. Artıq bildirişləri açmışsınız deməkdir. Videolara da like atmağı unutmayın. Sağ olun. Görüşənədək. Goodbye.